Geldi. 1303-cü ildə 1302-ci ildə. Kim yaratdı? Osman Qazi, Osman Qazi. İlk paytaxtı hansı şəhər idi? Söyüd, Söyüd şəhəri idi. Osman Qazi hansı şəhərin mühasirəyə aldı? Haranın Bursa, mühasirə? Bursaya. Bursanı mühasirəyə aldı. Neçənci ildə? 1314-cü ildə 1314-cü ildə. Bursa şəhərini, demək, dövlət yaradıb 1302-ci ildə Osman Qazi. Bir də Bursanı mühasirəyə alıb. Bursanın fəthi neçənci ildə idi bəs? İşğalı, ələ keçirilməsi. 1326-cı Hə, ildə. Osman Bursanı mühasirəyə almışdı, amma Bursanı fəth eləmək Osmana qismət olmadı. Bursanı fəth elədi Oğlu kim? Orxan Qazi. Orxan. Bəli. Orxan Qazinin hakimiyyət dövrü neçənci illərdir? 1326, 1362-ci ildə. 1326-62-ci illərdir. Demək, ilk işi nədir bunun? Bursanı fəth edir. Fəth eləyir. Sonra paytaxtı köçürdü Bursaya. Neçənci ildə? 1329-cu ildə. 1329-cu. Hə, bunu da deyim sənə. Osmanlıların Bursa şəhərini fəth eləməsində Azərbaycandan da kömək edənlər olub. Azərbaycanın Xoy şəhərindən Ceykli Paşa, yəni Marallı Paşa adlı bir şəxs öz dəstəsi ilə gedib Osmanlılara yardım eləməyə. Bursa şəhərinin fəthi zamanı. Bunu da yadda saxlayırsan. Demək, Bursanı mühasirəyə alan Osman idi, amma fəth eləyən Orxan Qazi. Orxan idi. Orxan Bizansı hansı döyüşdə məğlub etdi? Bizansı Maltepe döyüşündə 1329-cu ildə. 1329 Maltepe döyüşündə. Gelibolu nə vaxt fəth etdi? 1354-cü ildə. 1354-cü ildə. Orxan Qazi Maltepe döyüşündə Bizansı məğlub eləyir, Gelibolu fəth edib, bunları bildik. Bursaya paytaxtı neçənci ildə köçürtmüşdü? 1329. Osmanlı dövlətində ilk dəfə inzibati islahat keçirtmişdi və inzibati cəhətdən Osmanlını bölmüşdü. Hansı inzibati bölgələrə bölmüşdü? Paşalıqlara Və və sancaqlara bölmüşdü. Bunu da bildik. İlk dəfə Osmanlı donanmasını yaratmışdı. Hansı şəhərdə? İzmit şəhərində. İzmit şəhərində. Keçirdiyi hərbi islahatla ilk dəfə necə qoşun növü yaratmışdı Osmanlıda? Muzlu qoşun. Muzlu piyada qoşun meydana gətirmişdi, yaratmışdı. Bunu da bildik. Orxan Qazinin ən böyük uğuru və nailiyyəti nə hesab edilir? Bizansı Anadoludan qovmaq. Əlasan, lap əla. Orxan Qazini hakimiyyətdə kim əvəz elədi? 1-ci Murad. Murad neçənci illərdə hakimiyyətdə olub, neçənci illərdə? 1362, 1389-cu illərdə. 89. Murad daha çox Avropanın hansı hissəsində, hansı yarımadada müharibə aparıb, hansı ərazidə müharibələr aparıb? Balkan yarımadasında. Balkan yarımadasında, bəli. Balkan yarımadasında ilk olaraq hansı dövləti tabe eləyib? Hansı dövləti tabe eləyib? Bol qarın yağdığı dövlət. Qarın bol olduğu dövlət. Bolqarıstan. Bolqarıstan. Belə deyil, sadəcə elə belə adından deyirəm. Bolqarıstanı tabe eləyib. Bulqar tayfasının adı ilə bağlıdır bu. İlk olaraq Bolqarıstanı aşağı salıb. Sonra isə ikinci olaraq Balkan yarımadasında tabe etdiyi dövlət Serbiyadır. Serbiyanı neçənci ildə tabe eləyir? Və hansı döyüşlə? 1371-ci ildə Sirmən döyüşündə. Sirmən döyüşü ilə Serbiya tabe edilir, bəli. Serbiyanı ikinci dəfə nə vaxt məğlub eləyir və hansı döyüşdə? 1389-cu ildə Kosova döyüşündə. Kosova. Amma Kosova döyüşündən sonra onu öldürürlər. Murad Osmanlı tarixində ilk dəfə hansı titulu qəbul eləyib? Sultan titulu. Demək, ilk Osmanlı sultanı kimdir? Murad. Murad 1-ci. Paytaxtı hara köçürdü? 1362-ci ildə Ədirnəyə. Elə Ədirnəyə köçürdü, bəli. Elə hakimiyyətə gəldiyi ildə. Muraddan sonra hakimiyyətə kim gəldi? 1-ci Bəyazıd. İldırım Bəyazid də deyirlər buna. İldırım Bəyazid Avropa cəngavərlərini, xaslı qoşununu neçənci ildə və hansı döyüşdə məğlub etdi?
1396-cı ildə Nikbolu döyüşündə. Və bu döyüş nəticəsində hansı ərazinin fəthini, işğalını bitirdi? Bolqarıstan. Demək, Bolqarıstana asılı hala salan kim idi? 1-ci Murad. Amma işğalın bitirən isə 1-ci Bəyazıt. Bəyazıt idi. Hansı döyüşdə məğlub oldu? Hansı türk hökmdarına məğlub oldu? İldırım İldırım Bəyazıt. Bəyazıt. Bəli. Teymur, Əmir Teymuru. Neçənci ildə Əmir Teymura məğlub olur? Hansı döyüşdə? 1402-ci ildə Ankara döyüşündə. Ankara döyüşünün taleyini Teymurun döyüş filləri təhlil edir. Bunu da bilmək lazımdır. Ankara döyüşü nəyi gecikdirir? 50 il gecikdirir. Konstantinopolun fəthini. Fəthini gecikdirir, bəli. Və İldırım Bəyazıt bu döyüşdən də hakimiyyətdən gedir. Azərbaycan tarixi Qaraqoyunlu dərsində bunların mübarizə aparmasını, nə üçün aparıblar, niyə aparıblar falan keçəcəyik onu biz. Həmçinin Teymurilər dərsində də var, onu toxunmuram. Davam edirik sual cavaba. Bəs Konstantinopolun fəthi neçənci ildə oldu? Fəthi 1453-də. Konstantinopol kim fəth elədi? Fəthin elədi 2-ci Mehmet. Fatih 2-ci Mehmet. Konstantinopolun fəthi ilə hansı dövlət süquta uğradı? Bizans dövləti. Bizans dövləti bəli, süquta uğradı və Konstantinopol fəth eləyən kimi Fatih Mehmet Osmanlının paytaxtını köçürtdü bura. Yəni öncə bu şəhəri adlandırdı İstanbul. Yəni İslamın bol olduğu şəhər. İndi isə ad dəyişilib olub İstanbul belə deyirlər. Amma əslində İstanbuldur. İslamın bol olduğu şəhər deməkdir. Fatih Mehmet Osmanlı tarixində ilk dəfə olaraq qanunnamə qəbul edib. Neçənci ildə? 1476-cı ildə. 1476-cı ildə. Həmin qanunnamada hansı məsələlər öz əksini tapmışdı? Məmur vergiləri. Məmur vergi olmaz. Məmurların vəzifələri. Vəzifələri. Sonra torpaq mülkiyyət formaları. Torpaq mülkiyyət formaları. Məhkəmələr. Məhkəmə quruculuğu, bir də dini icmaların bir də vergilər. səlahiyyət. Yox, dini icmalar demək, məmurların vəzifələri, vergi və mülkiyyət, torpaq mülkiyyət formaları, vergi də onun içindədir. Məmurların vəzifələri və dini icmaların səlahiyyətləri. Aydındır. Fatih Mehmedin hakimiyyətini kim əvəz edir? Ondan sonra kim gəlir hakimiyyətə? Fatih Mehmed haqqında da Azərbaycan tarixində Ağqoyunlular dərsində bəzi məsələlər var, keçəcək. Aslarla bağlı məsələləri var. Amma ümumi tarixin dərsinin içində bu qədər bəhs edir. Fatih Mehmeddən sonra kim gəldi hakimiyyətə? 2-ci Bəyazıt. 2-ci Bəyazıt. Hakimiyyətdə oldu neçənci illərdə? 1481-1512-ci illərdə. Bəli. Ləqəbi nə idi? Bəli. Ölkədə kimlərin məskunlaşmasına icazə vermişdi? Yəhudilərin. İspaniyadan qovulmuş Yəhudilərin, bəli. Hansı dövlətlərlə dostluq münasibətləri qurmuşdu? Səfəvilərlə, bir də Misir Məmlük Sultanlığı ilə. Bəli. Bir dənə də var Ağqoyunlu dövləti. Azərbaycanın Ağqoyunlu dövləti ilə də dost olub, qohum olub. Daha doğrusu dostluq münasibətləri qurub. İkinci Bəyazıt hansı dövlətə məğlub edib öz hakimiyyət illərində? 2-ci Bəyazıt hansı dövləti? Bəli. Hansı dövlət? Venesiyanı da məğlub etmişdir. Venesiya. Venesiyanı məğlub etmişdir. İkinci Bəyazıtdan sonra kim gəldi hakimiyyətə? 1-ci Səlim. Hakimiyyət illəri? 1512-1520. Ləqəbi? Yavuz. Yavuz Qəzəbli. Hansı titul uğrunda mübarizə aparırdı? Hansı titul uğrunda? Xəlifəlik. Xəlifə titulu uğrunda mübarizə aparırdı. Bir dənə rəqibi var idi xəlifəlik uğrunda. Biri Azərbaycan Səfəviləri idi. Neçənci ildə məğlub etdi Azərbaycan Səfəvilərini? Saldıran döyüşündə 1514-də. İkinci rəqibi isə Misir məmlükləri idi. Süquta uğratdı neçənci ildə? Süquta uğratdı 1517-ci ildə. Və bu iki dənə rəqibi məğlub eləyəndən sonra xəlifə ünvanını qazandı. Xəlifə titulunu qazanandan sonra Peyğəmbərin qiymətli əşyalarını gətirib İstanbulda gətirdi. Bəli, İstanbula gətirdi.
Səlimdən sonra kim gəldi hakimiyyətə? Birinci Süleyman. Süleyman neçənci illərdə hakimiyyətdə olub? 1520-1566-cı illərdə. Bəli. Belqrad şəhəri nə vaxt fəth eləyib? 1521-ci ildə. Moxaç döyüşü nə vaxt olub? 1526-cı ildə. Moxaç döyüşündə qalib gəlib. Hansı qüvvələr üzərində qalib gəlib? Macar Çexdə. Macar Çex qoşunları üzərində qalib gəlib, bəli. Viyana şəhəri nə vaxt mühasirəyə alıb? 1529-cu ildə. Nəticəsi nə olub mühasirənin? Uğursuz olub da. Viyana şəhərinin mühasirəyə alınması demək Avstriya ilə müharibəyə başlayır. Çünki Avstriyanın paytaxtı idi Viyana. Macarıstanı işğal elədi 26-cı ildə. Macarıstanı işğal eləyəndən sonra Macarıstana görə Osmanlı-Avstriya müharibəsi başladı 29-cu ildə. Elə həmin ildə müharibə başlayan kimi Viyana şəhərini Süleyman mühasirəyə aldı, amma uğursuz oldu. Viyana şəhərinin mühasirəsinin uğursuz olmasının səbəbi nə idi? Səbəbi kitabda da yazılmışdı. Onun səbəbini başa düşmədim. Əslində adi bir şeydir. Yox, belə bir şey yoxdur orada. Qışın yaxınlaşması, ərzaq qıtlığı çatışmaması, nə bilim, əsgərlərin yorğunluğu falan filan bunlar da qış məsələsi, fəsil məsələsi. Nə vaxt Avstriya ilə sülh bağladı və müharibəni bitirdi? Birinci müharibəni bitirdi. 1535-ci ildə. Yox, 35-də. 33-də. 29-da başlamışdı mühasirə, 33-də bitirdi, sülh bağladı. 33-cü ildə Avstriya ilə müharibəni bitirən kimi hara hücum elədi? Hansı dövlətə hücum elədi? Azərbaycan dövləti özdə. Səfəvilər dövlətinə hücum edir, 2 dəfə hücum edir özdə. Neçənci illərdə Səfəvilərə hücum edir? Azərbaycan tarixində Səfəvilərdə biz bunu keçəcəyik. Səfəvilərə hücum elədi, birinci hücumu 34-də, ikinci hücumu 35-də. Amma ikinci hücumunda məğlub olub geri qayıtdı. Hansı döyüşdə məğlub oldu 35-də geri qayıtdı? Səfəvilərə məğlub oldu 35-ci ildə hansı döyüşdə? Həmədan döyüşündə. Həmədan döyüşündə məğlub olub geri qayıtdı, bəli. 2 dənə yürüşü bitirəndən sonra təzədən Avstriya ilə müharibəyə başladı, yeni müharibəyə. Avstriya ilə yenidən müharibəyə neçənci ildə başlayır? Deməli 1541-də. 41-də. 41-də, hə. 41-ci ildə Avstriya ilə müharibəyə başlamasından başqa hansı Avropa dövləti istifadə edib hücum edir Osmanlıya? Öz Osmanlının Əlcəzairədəki mülklərinə, Əlcəzairə. Amma Süleyman həmin dövlətə məğlub edir. Özə Süleymana həmin dövlətə məğlub eləməkdə təbiət hadisəsi, fırtına da kömək eləyir. Burada diqqətsizlik eləmirsən, Nərmin. Avstriya ilə 41-ci ildə yeni müharibəyə başlayanda İspaniya bundan istifadə edib Əlcəzairə hücum edir İspan donanması. Amma tufan baş verdiyi üçün donanmanın bir hissəsi məhv olur. Süleyman da qalan hissəsini məğlub edib göndərir, onları məğlub kimi göndərir. Süleymanın dost olduğu, müttəfiq olduğu Avropa ölkəsi hansı idi? Dost olduğu Avropa ölkəsi. Hansı Avropa dövləti ilə müttəfiq idi, dost idi? Fransa ilə. Neçənci ildə Fransa ilə müttəfiqlik müqaviləsi imzalanmışdı? Süleyman 1500 Fransa ilə neçənci ildə müttəfiqlik müqaviləsi imzalanmışdı? 1535-ci ildə. Fransa ilə müqaviləsi 35-dir də. Bu müqavilənin ticarət bəndi var idi. Ticarət bəndi bu idi ki, fransız tacirlərinə Osmanlılar arasında imtiyazlar verilirdi. Bu ticarətlə bağlı hissəsidir. Müqavilənin hərbi hissəsi isə hərbi müttəfiqlik idi. Hansı dövlətlərə qarşı Fransa ilə Osmanlı müttəfiqlik münasibətləri qurmuşdular? Hərbi ittifaq qurmuşdular. Hansı dövlətlərə qarşı? İspaniya, sonra Müqəddəs Roma imperiyasına qarşı. Bir də Avstriya. Qəliz bir şey var. Hə, Avstriya. Üçün də idarə eləyirdi Habsburglar sülaləsi.
Habsburglar sülaləsi idarə etdiyi müqəddəs Roma, Avstriya və İspaniyaya qarşı müttəfiqlik münasibətləri qurdu. Bəli. Fransaya hansı ərazini işğal eləməkdə Süleyman kömək eləmişdi? Həmin ərazini Pun müharibəsində Romada keçirmişdi. Süleyman Fransaya hansı ərazini işğal eləməkdə yardım edib? Həmin ərazini Roma Pun müharibəsində ələ keçirmişdi. Romanın Pun müharibəsində ələ keçirdiyi ərazilərdən biri idi. Ada. Bilmədin. Bildim. Adı neydi onun? Kipir. Yox, Kipr deyil. Kipir idi. Xeyr. Hə. Süleyman, Kipr Osmanlı özü işğal edib, amma Süleymanın dövründə yox. Süleyman Fransaya Korsika adasının tutulmasında yardım eləyib. Yəni kömək eləyib ki, Fransa Korsikanı ələ keçirsin. Fransaya kömək eləyib, özü tutmayıb. Fransaya kömək eləyib Korsikanı tutmağa. Süleyman hansı qalanın mühasirəsi zamanı vəfat eləyir? Süleyman bildim. Adı neydi onun? Düzdür, biraz qəliz adı var, amma bilmək lazımdır. Ay. Adı neydi onun? Z hərfi ilə başlayır adı. Bunu da bilmədin. Zigetvar. Bəli, Zigetvar qalasının mühasirəsi zamanı vəfat edib Süleyman. Süleymandan sonra kim gəlir hakimiyyətə? İkinci Səlim. İkinci Səlim neçənci illərdə hakimiyyətdə olub? 1566-1574-cü illərdə. İkinci Səlim hansı addan ələ keçirib Osmanlıya birləşdirib? Kipir adasın. Kipr adasını. Təqribən 1571-ci ildə falan. İli yoxdur kitabda, amma deyirəm də. Bir də ki, hansı Avropa dövləti ilə mübarizə aparıb və nəyə görə? Hansı Avropa dövləti? Bəli. Hansı Avropa dövlətini məğlub eləyib? Portuqaliya ilə. Portuqaliyanı məğlub eləyib kimlərə görə? İndoneziyada yaşayan İndoneziya müsəlmanlara görə. müsəlmanları. Hə, sual cavab bu qədər Nərmin.